Ey insanlar! Hər bir peyğəmbər Allahın bəxş elədiyi bir sifətlə seçilmişdir. Adəm əleyhissalam elmi ilə, Nuh əleyhissalam səbri ilə, Həzrət Musa heybəti ilə, Davud peyğəmbər ilahi səsi və hakimiyyəti ilə, Həzrət Süleyman heyvanların dilini bilməsi ilə, İsa peyğəmbərsə öz saflığı ilə. Amma bugün mən sizə birisini tanıdacam. Elə birisini ki, Allah bütün bu xüsusiyyətləri bir yerdə onda toplamışdır. O şəxs mənim canişinim, vəsim, qardaşım Əli ibn Əbu Talibdir. Məndən sonra İslama rəhbərlik eləyəcək 12 kişi olacaq. Onların birincisi bu gördüyünüz Əlidir. Qalan 11'i onun nəsli, onun pak soyundandır. Sonuncusuysa mənim adımı və künyəmi daşıyacaq. O gəldiyi zaman din ölü olacaq. İslam iflic vəziyyətində olacaqdır. Amma o öz gəlişi ilə ölmüş dini dirildəcək, müsəlmanlara izzət bəxş edəcəkdir. Maddi və mənəvi hörmət, varlıq, vəhdət onun vasitəsilə gələcək. Ey ümmətim, qarın üstü ilə olsa belə, sürünə olsa belə, ona kömək eləmək üçün hərəkət eləyin. Çünki Allah ölmüş bir cəmiyyətin ruhunu onun əli ilə yenidən canlandıracaq. O gəldikdə ölü dəyərlər diriləcək. Onun gəlişi ilə zaman yenidən nəfəs alacaq.